Baba, Can baba, bu sahə sənin sahəndir. bu sahə bizim sahəmizdir. Bu pambığı görürsən, bu bizim ölkənin təbii sərvətidir. Buna ağ qızıl da deyirlər. Baba, bəs bu pambıq necə yetişir? Hə, bax bu pambığın toxumlarını səpirik torpağa. Onu yetişdiririk. Yetişəndən sonra məhsulun yığırıq. Baba, bu qədər pambığı özün tək yığacaqsan? Yox mənim balam. O qaldı keçmişdə. İndi bizə illərdir dəstək olan dostumuz var. Onlar pambığı yetişdirirlər, yığırlar, sonra da xarici ölkələrə göndərirlər. Bəli, bu bizik, Prime Cotton. Keçmişdə boş və səssiz olan torpaqlardan başlayan yolumuz indi həyat və məhsulla dolu sahələrə çevrilib. Qarşılaşdığımız çətinliklərə baxmayaraq, inam və əzmimizlə pambıqçılığı yenidən canlandırıb inkişaf etdirdik. İllər keçdikcə böyüdük. Pambıq tarlalarımız genişləndi. Texnologiyamız yeniləndi. Prime Cotton adı isə sərhədləri aşaraq dünyanın müxtəlif nöqtələrinə yayıldı. Bu yolla ölkəmizin iqtisadiyyatına dəyər qatmağa davam etdik. Bütün bu uğurlarımızda yarandığımız gündən bizimlə çiyin-çiyinə irəliləyən, hər zəhmətimizi paylaşan insanlarımızın fədakarlığı daima yanımızda oldu. Onlarla birlikdə boş torpaqları həyat və məhsulla dolu sahələrə çevirdik. 1995-ci ildən Prime Cotton saatlı filialının direktor vəzifəsində çalışıram. O gündən bu günə qədər bizim şirkətimizdə çox böyük dəyişikliklər olmuşdur. Artıq bizim şirkət tərəfindən yeni texnologiyalara uyğun istehsal zavodu qurulmuşdur və bu istehsal faizini 120 tondan 180 tona qaldırmışdır. Gələcəkdə yeni texnologiyadan istifadə etməklə məhsuldarlığımıza daha yuxarı qaldırmaq uğrunda çalışırıq. Mən də şirkətimizi 30 illik yubileyi münasibəti ilə təbrik edirəm. Şirkətimizdə çalışan bütün əməkdaşlara, işlərində uğurlar arzulayıram, xoş günlər arzulayıram. Mən bu şirkətdə 1997-ci ildən çalışıram. Filialımız 4015 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsində arpa, buğda, pambıq əkib becəririk. Bu sahədə biz çalışırıq ki, hər zaman şirkətimizə özümüzün xeyrimizi verə bilək. Mən bu şirkətdə işləməyimlə, çalışmağımla qürur duyuram. Mən 30 ilə yaxındır ki, işləyirəm. Əvvəldə bizim məhsullarımız çox aşağı səviyyədə olurdu. Yeniliklər, agronomik heyətdə dəyişikliklər və texniki torpaqlara qulluqlar, savadlı kadrların cəlb olunması bizə çox böyük töhfələrin verdi. Hal-hazırda yeni sertifikatlar almışıq və çalışırıq ki, həmin sertifikatlara uyğun işimizi quraq, keyfiyyətli məhsul istehsal edək və nümunəvi filial kimi özümüzü göstərək. 30 illik bu şirkətin üzvü olmaqdan mən məmnunluq duyuram. Bu torpaqdan gələn dəyər nəsildən nəslə ötürüldü. Hər pambıq topası birlikdə göstərdiyimiz zəhmətin nəticəsi olaraq ölkəmizin sərvətinə çevrildi. Fermerlərimizlə qurduğumuz əməkdaşlıq yalnız məhsul istehsalı deyil, həm də etimad, fədakarlıq və ortaq zəhmətin simvolu oldu. Biz sadəcə pambıq istehsalçısı deyilik, 30 il boyunca çəkilən zəhmətin, birlikdə qurulan güvənin və inamın canlı sübutuyuq.
Prime Cotton. 30 ildir zəhməti gələcəyə daşıyırıq.